bu günləri bu fürsətdən istifadə edib Allahın izni ilə özümə və sizlərə mühüm olan bir məsələ haqqında danışmaq istəyirəm. Əslində siz də bilirsiniz bunları, xatırlatma babından olsun. Necə ki Allah Subhanahu teala bu xüsusda buyurur ki: "Vəzəkkir fə innə zikra tənfəul mu'minin." Sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Əslində mövzu biraz necə deyirlər, insanların xoşuna gəlməyən bir mövzudur. Əksər insanlar bunu xoşlamır. Əksər insanlar istəmir ki, onların yanında danışılsın. Belə deyək, bu mövzudan söhbət gedəndə insanların qanı qaralır, keyfləri pozulur və s. Lakin bu bir həqiqətdir. Uca Allah şərəfli kitabında buyurur ki, bir neçə yerlərdə "Kullu nəfsin zəiqatul maut." Hər bir nəfs ölümü dadacaqdır. Ölüm haqqında çox düşünmək lazımdır. Və bunu Peyğəmbər sallallahu aleyhi ve sellem tövsiyə edir. Buyurur ki, ləzzətləri parça-parça edən ölümü tez-tez xatırlayın. İnsan fikirləşsə ki, necə ki yaranıb, bir gündə öləcək. Bu Allahın şərii və qavuni sünnətlərindəndir. Subhanahu teala. Allah Subhanahu teala Quran-ı Kərimdə Peyğəmbərə sallallahu aleyhi ve sellemə xitab edərək buyurur ki, de ki, ey Peyğəmbər, yəni qaçacağınız ölüm bir gün sizi yaxalayacaq. Və sonra siz gizlini və aşkarı bilən Allahın qarşısına, dərgahına qaytarılacaqsınız. Və o da sizə dünyada etdiklərinizdən xəbər verəcək. Fikir verin, subhanallah. Ona görə insan bu dünyaya gəlir imtihan üçün. Hamımız gəlmişik ki, bu dünyaya nə üçün? İmtihan üçün. Allah bizləri buna görə yaradıb ki, bizi sınaq etsin, subhanahu teala. Ölüm mövzusu həqiqətən qəlbləri yumuşaldır. Gözləri kövrəldir. Əsli budur ki, hamımız, bütün müsəlmanlar, demirəm hər gün, yəni əhvallarımıza görə, əslində sələflər bu cür nə idi? Rahiməhumullah. Bizim əhvallarımıza görə, bizim yaşantımıza görə, ən azından bir həftədən bir, 3 gündən bir, 4 gündən bir, insan gərək özünün nəfsini hesaba çəksin. Ki, mən bir günlər dünyamı dəyişəcəm. Fikirləşin, subhanallah, yatmışıq, ölüm mələyi gəlib. Və bu dünyadan köçürük. İlk gecəni, qəbrə qoyulacağımız gecə, nə cür olacaq əhvallar? Əhvallar nə cür olacaq, subhanallah? İlk gecə, mələklər gəlir, uzun-uzundur. Bu haqda danışsaq, aylar lazımdır, bəlkə də. Nə qədər hədislər var, Peyğəmbər sallallahu aleyhi ve sellem'dən, nə qədər ayətlər var. Ölüm mələyi gəlib, soruşacaq. Necə ki, hədislərdə gəlib. Otuzduracaqlar. Rəbbin kimdir? Dinin nədir? Sizə göndərilən o kişi kim idi? Sallallahu aleyhi ve sellem. Fikir verin. Həmin bu vaxt bütün arzu istəklər hamısı nə olur? Alt-üst olur hamısı. Misal üçün deyirik ki, sabahlar filan şey eləyəcəyik. Bir aydan sonra filan bir işi görəcəyik. Kimsə evladını evləndirmək üçün hazırlaşıb. Kimsə özü üçün nələrsə qurmaq üçün və s. Bütün hər şey qalır, subhanallah. Hər şey qalır. Bu elə bir faktdır ki, bu qaçınılmazdır. İnsanlar fikirləşsələr, misal üçün bizim babalarımız. Hanı bizim babalarımız, subhanallah? Fikir verin, bir vaxtlar olar dünyaya gəlmişlər. Dünyaya gələrkən valideynləri sevinirdi. Onlar üçün deyək ki, əqiq kəsirdilər. Onlar üçün sevinirdilər. Sevinç içərisində idilər, subhanallah. Dünyaya gəldilər 50 il, 60 il, 70 il. Bu dünyadan köçülər getdilər. Hanı onlar? Düşünək ki, bir neçə ildən sonra, 100 ildən sonra, 120 ildən sonra Allah bizə itaət üzərində ömür versin, faydalı. Heç birimiz bu dünyada olmayacaq. Bizim də nəvələrimiz, evlatlarımız danışacaqlar. Bizim haqqımızda. Fikir verin, subhanallah. Bu cür nə davam edir? Həyat bu cür nə davam edir? Ən şərəfli insan, Muhammed sallallahu aleyhi ve sellem, dünyasını dəyişib, sallallahu aleyhi ve sellem. Fikir verirsiniz, nə qədər peyğəmbərlər, nə qədər sahabələr, nə qədər salihlər, sıddıqlar, dünyalarını dəyişib gediblər, subhanallah. Dünyalarını dəyişib gediblər. Bunu hamımız iman edirik, düzdür? Üzümü tuturam o insanlara ki, onlar inkar edirlər Allahı. Allah o insanlara hidayət versin. Allah'ı inkar edirlər və ölümü də inkar edirlər. Subhanallah, Allah subhanahu teala onlarla belə deyək,
bir hivar edir Quran-ı Kerimdə. Sual verir. Ərəb dili qrammatikasına baxanda keyfə deyildikdə nədir? Sual işarəsidir. İsm-i istifham. Allah Subhanahu taala buyurur ki: "Keyfə tekfuruna billahi və kuntum amwat." Deyir, nə cür Allahı inkar edirsiniz ki? Bir vaxtlar yox idiniz. Gəlin bu ayəni yaşayaq biraz. Yəni təfəkkür edək, tədəbbür edək. Görək Allah Subhanahu taala burada nə cür xitablar edir. Neçə mərhələlər var. Fikir verin. Nə cür Allahı inkar edirsiniz? Bir vaxtlar yox idiniz. Sual verirəm. Bir vaxtlar biz yox idik, elə deyilmi? 100 il bundan öncə burada olan qardaşlardan heç kim yox idi. Elə deyilmi? 100 il bundan qabaq heç kim yox idi. Birinci mərhələ. Keyfə tekfuruna billahi və kuntum amwat. Fə əhyəkum. Allah buyurur ki, Subhanahu taala sizi sonra diriltdi. Dirildikdə düzdür. Sonra buyurur ki, "Summe yumitukum." Sonra sizi öldürəcək. Biraz öncə nə dedik? Dedik babalarımız hanı? Öldürdü mü Allah onları? Öldürdü, düzdür. "Summe yumitukum, summe yuhyikum." Sonra diriləcəksiniz. "Summe ileyhi turcaun." Subhanallah. Bizə lazım olan şəhid hissəsi, əsas məqam. "Summe ileyhi turcaun." Sonra Allaha döndəriləcəksiniz. Bax, şəhid hissəsi burada. Əksər insanlar bundan qafildir. Əksər insanlar bundan qafildir ki, sonra Allaha qaytarılacaq. Subhanahu taala. Sonra Allaha qaytarılacaq. Fikir verdiniz mərhələlərə. Bir vaxtlar yox idiniz. Sonra Allah sizi diriltdi. Allahu akbar. Allah bizləri xəlq elədi. Bu vaxtdan neçə dəfə danışmışıq, düzdür? Xəlq olmamız haqqında. Allah Subhanahu taala nə cür kamil şəkildə. Kamil şəkildə. Elə bir zavoddur ki, anaların bətni işçilər yoxdur. Subhanallah. İdarə edən tək olan Allahdır. Yəni, hər hansı bir deyək ki, telefon, hər hansı bir stol, hər hansı bir şeyi düzəltmək üçün mütləq orada zavodlar olur, düzdür? Fabrikalar olur, orada işçilər olur. Müdür olur, işçilər olur, gedən, gələn. Bunu hamımız bilirik də. Və orada yüzlərlə naqisliklər olur. Vallahi, minlərlə. Çünki bəşəriyyətin, insanların əlindən çıxan işlərdir. Lakin ana bətni, subhanallah, Allah subhanahu teala elə istehsal edir ki, heç kimə ehtiyac yoxdur. Bilirsiniz, nə cür olur o? Ancaq ol deyir. İzə qada əmran fə innəmə yəqulu ləhu kun fəyəkun. Allah hər hansı bir işin olmasına yalnız ol deyir. O da dərhal olur. Subhanahu teala. Nəinki bizim dünyaya gəlməyimiz. Bütün yerlərin və göylərin yaranması. Nə istəyirsə Allah subhanahu teala kun deyir ancaq. O dərhal olur. Fikir kun fəyəkun. Ol deyən kimi o da olur. La ilahe illallah. Bu cürünə böyük, əzəmətli olan Allaha inkar etmək olar mı? Həmin o cürünə insanlara Allah subhanahu teala sual verir. Keyfə tekfuruna billah. Nə cür Allaha inkar edir, subhanallah. Biz zamanlar yox idik. Sonra Allah bizi diriltdi. Sonra yenidən bizi öldürəcək. Sonra dirildəcək. Subhanahu teala. Bu proseslər hamısı bizə görə uzun ola bilər. Yəni, insanların nəzəriyyəsi var, bir də Allahın nəzəriyyəsi var, elə deyil mi? İnsanların nəzəriyyəsinə görə məsələlər ola bilsin ki, çətin olur. İndi sizə misallar verəcəm. Bir insanın dünyaya gəlməsi üçün insanlara görə bir kişi ilə bir qadının ailə qurması ləbudur, elə deyil mi? Kişi ilə qadın evlənir, onların dünyaya evlatlar gəlir. Bu insanlara görədir. Allah üçün belə deyil. İsa aleyhisselam. Şerisi atası yoxdur. Allah subhanahu teala buyurur ki, İsa'nın məsəli Adəmin məsəli kimi. Xalaqahu min turabin. Onu deyir, torpaqdan yarattı. Summa qale lehu kun feyekun. Sonra ol dedi, o da oldu. Fikir verdiniz. İnsanların nəzəriyyəsinə görə nə idi? Valideynlər lazım idi, ata-ana. Allah subhanahu teala ancaq nəzir eləyir. Ol deyir. Yaxşı, bundan da əzəmətlisi. Adəm əleyhisselam. Nə atası var, nə anası. Allah o nədir xalq edib, subhanahu teala. Yüzlərlə misallar vermiyorlar. Yüzlərlə misallar vermiyorlar. Yəni bu proseslər bizə görə vaxt lazımdır. Amma Allah üçün çox asandır, subhanahu teala. Allah üçün çox asandır. Mövzumuza qaydaq. Dedik ki, nədir? Hər bir nəfs ölümü olacaqdır. Və bu da qaçınılmazdır. Qaçınılmaz bir həqiqətdir. Xoşumuza gəlsə də, gəlməsə də, ikrah etsək də, etməsək də. Yaxşı, birdən kimsə sual verə bilər ki, nə cür edək ki,
Ölüm haqqında fikirləşək həmişə. Günahlarımız bizə mane olur, fikirləşə bilmirik. Dünya başımızı qatır, ailə, uşaq. Az-az yəni, xatırlanana biz nə edirik? Ölümü düşünürük. Cavab olaraq elm əhli, Allah onları qorusun. Allah bütün alimlərə rəhmət eləsin. Yerdə qalan alimlərə faydalı itaat üzərində ömür versin. Bizdə də Allah nəsib eləsin, onlardan elm öyrənək. Elm əhli gözəl cavablar verirlər. Subhanallah, bu mövzunu fikirləşərkən, bəhs edərkən Allahın izni ilə bir neçə məsələlərə rast gəldim. Hansı ki, adam, subhanallah, fikirləşir ki, həqiqətən alimlərin bərəkəti, alimlərin dediyi nəsiyyətlər, nə qədər ehtiyacımız var. Onlardan birincisi, deyirlər ki, yəni həmişə ölümü xatırlamaq istəyirsənsə, çoxlu Quran oxu. Fikir versə, orada şərhlər də gəlir əslində. Sual verə bilərik ki, Quran oxumaqla, daha doğrusu kimsə sual verə bilər ki, Quran oxumaqla ölümü xatırlamaq nə əlaqəsi var? Quran qəlblər üçün nurdur, şəfadır. Çox Quran oxuyan adam, qəlbi yumuşalır. Qəlb yumuşalır, gözlər yaşarır. Bu hal baş verəndə, qəlb yumuşalandan sonra nədir? İstərsən, sən ölümü xatırlayacaqsın. Yəni, bunu əbəs yerə deməyiblər alimlər. Əbəs yerə deməyiblər. Mütləq və mütləq nədir? Sən çoxlu şəkildə Quran oxuyanlardan ol, sən həmişə ölümü xatırlayacaqsın. Nə yaxşı olar ki, biz əcnəbiyik də, ərəb deyilik. Oxuduğumuz surələri də tərcümələrinə, yəni mənaca tərcümələrinə baxaq. Mənaca tərcümələrinə baxaq ki, Allah Subhanahu orada nəylərdən bəhs edir. Misal üçün, Bəqərə surəsindən başlayırıq oxumağa. Gündə, deyək ki, 10 ayə, 20 ayə, bizim əhvallara görə. Hər 10 ayəndə, 20 ayəndə nədir? Tərcümələrinə baxmaq. Bununla Allahın izni iman artacaq. İman artan kimi sən günahlardan əl çəkəcəksən. Günahlardan əl çəkən kimi nədir? Ölümü fikirləşəcəksən. Əslində, bizə məna olan günahlar da ölümü fikirləşmək, elə deyilmi? Günahlar o qədərdir ki, Allah qorusun, ölümü də fikirləşmək yaddan çıxır. Və lə havlə və lə quvvətə illə billah. Sonra deyirlər ki, elm əhli ölümü fikirləşmək üçün səbəblərdən də nədir? İkinci səbəb, elm öyrənmək, şəri elm. Subhanallah, şəri elm öyrənmək. Şəri elm öyrəndiksə, xüsusən də bu elmlərin içərisində Allahın əzəməti haqqında olan tövhid, tövhidin bütün növlərini öyrənmək. Vallahi, milyona milyon, 100-ə 100 yox, milyona milyon fərq var ki, Allahın dinini öyrənənlə öyrənməyən arasında. Onların ikisinin düşüncəsi ölmə haqqında eyni ola bilməz, heç vaxt. Onlar nədir? Allahın haqqında öyrəndiksə, təqvalar artır. Təqvalar artır, nədir? Günahlardan uzaq düşür. Günahlardan uzaq düşən kimdə nə olur? Ölümü xatırlayır. Fikirləsi zəncirvaridir. Biraz öncə dediyim kimi, onlar əbəs yerə deməyiblər. İnnəmə yaxşəllahə min ibadihi uləmə. Allah Subhanahu taala buyurur ki, qullar arasında Allahdan ən çox qorxan alimlərdir. Fikir verirsiniz? Elm əhli, alimlər. Şəri elm öyrənmək səni məcbur edir ki, sən neynəsən? Ölüm haqqında düşünəsən. Sonra, üçüncü səbəb deyir ki, elm əhli qəbirstanlıqları ziyarət etmək. İmkan daxilində. Qəbirstanlıqları ziyarət etmək. Təfəkkür edə. Yəni, tək gedib qəbirstanlığın yanına keçmək, maşından keçmək yox. Gedirsən, oturursan, imkan daxil. Vallahi, bizim sahabələrimiz, tabinlərimiz, sələflərimiz bu cür eləyirlər. Hətta bəzi rivayətlərdə gəlir ki, özləri üçün evlərində, qəbir həyətlərində qəbir qazırdılar. Düşürdülər, çıxırdılar. Günaha yaxınlaşmaq istəyəndə qəbirə yaxınlaşır, düşürdülər. Deyir, halımız necür olacaq? Subhanallah, fikir versiniz. Qəbirstanlığa ged, otur. Otur, fikirləş. Bir günləri bu insan sağ idi. Yeyirdi, içirdi, gedirdi, gəlirdi. Evlatları var idi, zövcəsi var idi. Bu günlər yoxdur, subhanallah. Xəyal kimi gəlməməlidir, qardaş. Bunu etiqad etmək lazım, subhanallah. Bunu mənhəc etmək lazımdır ki, bir gün mən də bu halı alacam. Bir gün mənə də baş verəcək bu. Sonra, barakallahu fikum, deyirlər ki, nədir? Xəstəxanaları ziyarət etmək. Fikir versə, subhanallah, xəstəxanaları. Hətta yadıma gəlir bir günlər şeyxlərdən biri danışır da. Deyir, bu günləri deyir, qəbirstanlıqlardan çox xəstəxanaları ziyarət etmək daha insanı kövrəldir.
Orada olan insanların əhvalları. Xəstə insanlar. Neçə insanlar var. Yüzlərlə, minlərlə. Bacarmırlar ki, özlərinə xidmət etsinlər. Kimlərsə onları idarə edir. Kimlərsə onu yedizdirir. Kimlərsə onları çizdirir. Bu şeylər nədir? İnsanın qəlbini kövrəldir. İnsanın qəlbi kövrələndən sonra başlayır nə eləməyə? Ölümü xatırlamağa. Deməli, bizə nə lazımdır? Nəticə baxımından kövrək qəlb. Kövrək qəlbi tapmaq lazımdır. Qəlb kövrələn kimi Allahın izni ilə nə olur? Sən istərsənəz nə edəcəksən? Ölümü xatırlayacaqsın. Uca Allahdan dilərəm, Allah subhanahu teala bizə müsəlman kimi yaşayıb, müsəlman kimi ölməyi nəsib etsin. Bu Allahdan əmirdir. Fikir verin, Quran-ı Kərimdə Allah subhanahu teala buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənuttaqullaha haqqa tuqatihi və la təmutunna illə və entum muslimun. Ey iman gətirənlər, Allahdan qorxun. Və layiqinizə Allahdan qorxun. Və müsəlman olduğunuz halda bu dünyadan köçün. Fikir verin burada. İllə və entum muslimun ərəb dili qaydasında bu axırdakı olan cümlə nədir? Hal cümləsidir. Hal cümləsi. Yəni bir mənada müsəlman olduğunuz halda ölün. Bu nəyi gərəkdirir? Bu ayənin ləzimi nədir? Odur ki, siz elə bir halda olun ki, hazır olun bir mənada. Hazır olun ki, nədir? Əsas, yəni, bizə lazım olan yeri haradır? Hazır olun ölümə. Misal üçün, gecədir, fikirləşin ki, bu gün ölə bilərəm. İllə və entum muslimun. O halda olun. Hal cümləsi elə bir cümlədir ki, ərəb dilində. Yəni, bir mənada başqa bir misal vereyim, yaxınlaşdırmaq üçün. Deyirəm ki, Ömər qaçaraq daxil oldu otağa. Sual verin, nə cür daxil oldu? Qaçaraq. Hansı halda? Qaça-qaça. Yaxınlaşdıra bildinmi? Allah Subhanahu teala nə deyir? İllə və entum muslimun. Siz deyir, müsəlman olduğunuz halda bu dünyadan köçün. Nəydən qorxmalıyıq? İki haldan. Ölərkən müsəlman kimi ölmək. İkinci hal nədir? Hazır olmaq. Həm hazır olmalıyıq, həm də ki, dinimizi qorumaq üçün. Subhanallah, bir günləri alimlərdən biri danışırdı. Deyir ki, ən təhlükəli hal, Allah qorusun. O insanlar ki, dillərini qorumurlar, elm əhli haqqında, alimlər haqqında tən edirlər, danışırlar, elm tələbələri haqqında. Sonra deyir, onların ölüm məqamı, ölüm anında Allah qorusun. Ola bilsin ki, orada olan üçün sabitçilik olmaz. Bunu niyə görə danışıram? Əksər insanların bu günləri əhvalı bu cürnət. Allah rəhmədən qullardan başqa. Allah rəhmədən qullardan başqa. İnsanlar bu cürnət Allah qorusun. Ona görə insan görə özünün halına gün ağlasın. Belə bir məsələ var bizdə. Özümüzün halımızı ağlamalıyıq. İki hal. Qorxmalıyıq ki, ölüm gələcək. Bir də ölüm gələrkən müsəlman kimi köçə biləcək mi? Sən elə zənn eləmək ki, 5 vaxt namaz qılırsan, Ramazanda oruç tutursan, gelirsən, gəlirsən. Subhanallah, ölüm ayağı var hələ qardaş. Ölüm anı var. Bu yaşadığı müddətlərdə Allahdan qorx. Dilini qoru, gözünü qoru, qulağını qoru. Elə olsun ki, sənin halın o məqam gəlib sənə çatan kimi sən nədir? Həm müsəlman kimi öləsən, həm də ki, rahat şəkildə bu dünyadan köçüb gedəsin. Uca Allahdan dilərim, Allah bizə nəsib eləsin. Subhanahu teala. Bu dünyada gözəl şəkildə yaşamağı, Allaha gözəl şəkildə qul olmağı, Subhanahu teala. Və bu dünyadan köçərkən bizə Allah hüsnül xatimə nəsib etsin. Barakallahu fikum, cəzakumullah xeyran. Üzr istəyirəm, İlqar müəllim, Allah sizə razı olsun. Subhanakallah və bihamdik, əşhədu an la ilaha illə əntə, əstəğfiruka və etûbu ileyk. Barakallahu fikum. Allah